Vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün biz Azərbaycanın dumanlı tarixinə işıq tutmağa çalışacağıq. Qonağımızsa uzun illər Azərbaycanın xüsusi xidmət orqanlarında işləmiş, ehtiyatda olan polkovnik Fazil İmamverdiyevdir. Fazil müəllim, xoş gördük. Sabahınız xeyir olsun, xoş gördük. Fazil müəllim, Azərbaycanda ümumiyyətlə xüsusi xidmət orqanlarının tarixi məlum olduğu kimi 1919-cu ildə yaradılmış Əks-İnqilabla Mübarizə Təşkilatından başlayır. Yəni, daha dəqiq desək, Nağı bəy Şeyxzamanlıdan başlayır. Maraqlıdır ki, 19-cu ildən bu günə qədər bu orqanlar müxtəlif adlarla dəyişdirilmiş, müxtəlif fəaliyyət istiqamətləri ilə öz mexanizmlərini formalaşdırmış, kimi zaman inkişaf eləmiş, kimi zaman tənəzzül eləmiş, amma nəhayət necə dövlətçiliyimiz bu günə qədər gəlib çıxıb, həmən xüsusi xidmət orqanlarımızda bu günə qədər gəlib çıxmağa müəssər olmuşdur. Bəs maraqlıdır ki, əks-inqilabla mübarizə aparan bir təşkilat bu günlərdə artıq dövlətin təhlükəsizliyini təmin edən bir təşkilata necə çevrildi? Bax, siz o periodda təqribən 107 ilini artıq qeyd eləyəcəyik. 107 illik perioddakı o dəyişikliyi necə təsəvvür edirsiniz? Çox sağ olun Nicat müəllim. Mən qeyd etdiyiniz kimi 1919-cu ildə artıq Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra bilirsiniz ki, Müdafiə Nazirliyi yaradılmışdı, dövlətin strukturları formalaşmağa başlamışdı və artıq ilk zamanlarda müəyyənləşmişdir ki, bu Demokratik Respublika qurulmuşdur, lakin qurulduqda burada müəyyən xarici təhdidlər mövcuddur. Bu təhdidlərə qarşı təbii ki, fəaliyyət olmalıdır. Ona görə də Müdafiə Nazirliyinin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılmışdır. Həmin dövrdə bildiyiniz kimi bu ilk yaranmış bu Demokratik Respublikaya çox böyük təhdidlər olmuşdur. Əsas məsələ orada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti olmuşdur. Yəni, bu Respublikaya qarşı yönəlmiş kəşfiyyat məlumatlarının, təxribat aksiyalarının, terror aksiyalarının qarşısının alınması üçün fəaliyyət olmuşdur. Lakin bu çox uzun sürməmişdir. Bildiyiniz kimi artıq Rusiyada baş vermiş proseslər, inqilabi proseslər yavaş-yavaş artıq Azərbaycana da sitayiş etmişdir və Azərbaycanda bildiyiniz kimi inqilabi proseslər başlamışdır. Azərbaycanda 1920-ci ildə Azərbaycanda artıq inqilab proses baş verdikdən sonra demək olar ki, bu qurum öz fəaliyyətini dayandırmış, faktiki olaraq heç bir əməli fəaliyyət keçirə bilməmiş və həmin dövrdə işləmiş əməkdaşlar hamısı repressiyaya məruz qalmışdır. Səhv eləmirəmsə, Beriya istisna olmaqla. Bəli, tamamilə doğrudur. Çünki Beriya artıq orada belə deyim ki, ikili və yaxud üçlü agent olmuşdur. Həmin müsavatçılar tərəfindən, həmçinin bolşeviklər tərəfindən, həmçində ingilislər tərəfindən əməkdaşlıq cəlb edilmişdir. Ona görə də Beriya o həmin durumdan sağ-salamat çıxmışdır. Və artıq Azərbaycanda Sovet hökumət dövləti qurulduqdan sonra bildiyiniz kimi bu artıq belə deyim, Azərbaycanda müstəqil qərarlar qəbul etmək mümkün olmamışdır. Bu qərarlar yalnız Moskvada idarə olunmuşdur. Və təbii ki, artıq bu kəşfiyyat fəaliyyətindən yaradılmışdır. Çersani komissiya adlanan ÇK adlanan belə bir qurum yaradılmışdır. Yəni ÇK adlanan qurum sırf Kremlin tapşırığı əsasında yaradılmışdır. Bəli. Və SSR-yə bağlı idi. Sırf SSR ilə bağlı, yəni belə deyək. Artıq o 1922-ci ildə SSR yaradıldıqdan sonra, belə bir qurum, dövlət yaradıldıqdan sonra bütün tapşırıqlar demək olar ki, Moskva tərəfindən, Kreml tərəfindən idarə olunur. Amma Azərbaycan da SSR-nin tərkib hissəsi. Tərkib hissəsi və eyni zamanda SSR-nin bir müttəfiq respublikalarından biri kimi özünün daxildə bir kəşfiyyat orqanı fəaliyyət göstərib yox. Demək olar ki, bəli, fəaliyyət göstəribdir. Lakin belə deyim, bütün orada göstərişlər hamısı Moskvadan gəlibdir. Yəni Azərbaycan daxilində
belə demək mümkünsə də müstəqil forumda heç bir qərar qəbul olunmur. Yalnız mərkəzdən daxil olan belə deyim ki, tapşırıqlar yerinə yetirilmişdir. Bu orqanlar xüsusilə mənim diqqətimi harda cəlb elədi? Mirzəcəfər Bağırovun hakimiyyəti dövründə bilirsiniz ki, Cənubi Azərbaycanda Pişəvəri hərəkatı, 21 Azər hərəkatı xeyli genişlənmişdi və o dövrdə Azərbaycanın xüsusi xidmət orqanları, yəni təbii ki, yenə SSR-nin, yəni Kremlin tapşırıqları, Stalinin tapşırıqları əsasında bu bölgədə intensiv fəaliyyət göstərmişdi və Cənubi Azərbaycanda ilk müstəqil demokratik dövlətin qurulmasında həqiqətən də bizim xüsusi xidmət orqanlarımızın əməkdaşlarının çox böyük xidmətləri olmuşdu. Bu müasir tarix kitablarında əyani şəkildə qeyd olunub. Amma maraqlıdır ki, bax o dövrdə həmin bölgəyə ezam olunan əməkdaşlar milli hisslərləmi xidmət edirdilər? Yoxsa özlərini tamamilə bir kommunist vəzifəsini icra edən, kommunist yoldaş təfəkkürü ilə həyat sürən insanlar mı olublar? Bax o biraz bizə müəmmalıdır. Çünki SSR-dən tapşırıq almaq, Moskvadan tapşırıq almaq aydındır, amma yerdə bir Azərbaycanlı mühiti də olubdu. Mən sizə deyərdim ki, həmin dövrdə bu orqana qəbul olunan şəxslər yalnız və yalnız Moskvanın tapşırıqlarını canla başla yerinə yetirməyə iqtidarında olan şəxslər qəbul olunurdu. Ola bilsin ki, bəli, onlar milliyyətcə Azərbaycan olmasına baxmayaraq həmin dövrdə, çünki bilirsiniz ki, o Cənubi Azərbaycanda gedən proseslər birbaşa SSR-nin müdaxiləsi nəticəsində baş vermişdir və sonradan isə artıq Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsi məsələsi qoyulduqda Stalin buna kəskin surətdə etiraz etmişdir. Nəyə görə etiraz etmişdir? Çünki artıq, belə deyim, Zakavkaziyada belə böyük bir müsəlman respublikasının yaradılması, özünüz bilirsiniz ki, onda hardasa o dövr üçün ən azı bir 30 milyona yaxın, 30 milyonluq bir respublika yaradılırdı. Təbii ki, bu Stalinin maraqlarına cavab vermirdi. Ona görə də kəskin surətdə onun qarşısı alınmışdır. Bəli, ola bilsin ki, istisna etmək olmaz ki, orada bəzi həmin dövrdə işləmiş, fəaliyyət göstərmiş əməkdaşlar olmuşdur. Milli şüurla bir Azərbaycanlı kimi. Lakin onlar tezliklə aradan götürülmüşdür. Yalnız və yalnız Moskvanın diktəsini icra edən şəxslər saxlanılmışdır orada. Sonrakı dövrdə, baxın, xüsusilə Sovet dövründə Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsi yaradıldı və bu komitə müxtəlif, sizin də qeyd elədiyiniz kimi, Moskvanın tapşırıqlarını həm ölkə daxilində, həm də xaricində icra eləməyə başladı. Bu DTK, Azərbaycan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsi Azərbaycan içərisində hansı fəaliyyətləri göstərirdi? Azərbaycan xaricində hansı fəaliyyətləri göstərirdi? Bunların əsas missiyası nə idi? Mən sizə deyim ki, o dövrdə bir arada belə bir qurum bilirsiniz ki, hələ 30-cu illərdə NKVD adlanırdı. Narodni Komissariat Внутренних dел, yəni Daxili İşlər Komissarlığı adlanan bir qurum yaradılmışdı. O ancaq siyasi iradəni, siyasi tapşırığı yerinə yetirmək üçün yaradılmış bir, belə deyim, qurum idi. Yalnız və yalnız Moskvadan hansı siyasi tapşırıqlar yerinə yetirilirdi? Belə deyim, o vaxtlar əsasən müttəfiq respublikalarda baş qaldıran ziyalılar, hansı ki artıq dissidentlər, kommunistlərin apardığı siyasətə, çünki bildiyiniz kimi Komünist Partiyası Sovet İttifaqı yaradılanda və həmin Azərbaycan da o cümlədən SSR-in tərkibinə daxil olduqda tamamilə orada müttəfiq respublikaların səlahiyyətləri haqqında tamam başqa fikirlər olmuşdu. Daha doğrusu başqa fikirlər səslənirdi. Onların özlərinin müstəqil qərarlar qəbul etməsi, hətta SSR-dən çıxması haqqında. Lakin proses getdikcə xüsusilə 30-cu illərdə artıq bəlli oldu ki, bunlar hamısı sənin kağız üzərində qalmış sözlərdir. Demək olar ki, Moskvadan tamamilə bu fikirlərə yanlış tapşırıqlar gəlirdi. Ona görə də bu yanlış tapşırıqları icra etmək üçün bir orqan lazım idi.
və həmin orqan da o dövrdə yaradılmış bu NKVD deyilən qurum idi. Yəni burada bunun əsas funksiyası o dövrdə nədən ibarət olmuşdu ki, daxildə baş qaldıra biləcək insanların ancaq repressiyaya məruz qoyulması, onları bir dissident kimi izlənilməsi, onlar haqqında müvafiq qərarlar qəbul edilməsi və repressiyaya məruz qalmasına. Xaricdə də yəqin ki, orada ancaq xaricdə də sırf demək olar ki, SSR-nin belə deyim, kəşfiyyat maraqlarını həyata keçirmək. Yəni əsas orada maraq da ondan ibarətdir ki, kommunist ideologiyasını digər dövlətlərinə sırayışını təmin etməkdən ibarət idi. Yəni həmin dövlətlərin daxili işlərinə qarışmaq, həmin dövlətlərdə kommunist ideyasını geniş formada yaymaqdan ibarət olur. Onda belə bir sual verim. Vəli Axundovun dövründə maraqlı bir hadisə baş verdi ki, bu müttəfiq respublikalarda Ukrayna və Belarusu bir kənara qoysaq, demək olar ki, ilk dəfə yaşanırdı. Bir Azərbaycanlı general rütbəsi ilə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyinə gətirilmişdi. Söhbət Ulu Öndər Heydər Əliyevdən gedir. Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyinə gətirilmə prosesində və sonrasında Ulu Öndərin fəaliyyətləri müəyyən qədər o orqanı Azərbaycanlılaşdıra bilməyi imkanı yaratdımı? Və ən maraqlısı da bilirsiniz nədir? Yəni siz o orqanlarda həm Sovet dövründə, həm sonra çalışmısınız. Necə oldu ki, bir Azərbaycanlı belə bir orqanın rəhbəri oldu? Axı siz səhərdən qeyd edirdiniz ki, hər şey Moskva və Moskva necə belə bir adamı gözdən qaçıra bildi? Mən sizə deyim ki, məsələ bundaydı ki, həmin dövrdə Heydər Əliyevin qısa bir zaman ərzində sıravi bir əməkdaşdan bildiyiniz kimi, öz qeyd etdiyi kimi əks kəşfiyyat adlanan bir quruma rəhbər təyin olunur. Nəyə görə təyin olunur? Çünki Heydər Əliyevin zəkasının, Heydərin qabiliyyəti qarşısında digər əməkdaşlarla fərqində çox böyük fərq var idi. Artıq belə deyim ki, Moskva bu zəkanın, bu qabiliyyətin qarşısında aciz qalmışdı. Çünki digər əməkdaşlarla bağlı, mən bunu tam məsuliyyət deyə bilərəm ki, çünki hələ 88-ci, 80-ci illərdə mən bu orqanda fəaliyyət göstərdiyim zaman artıq Heydər Əliyevlə birgə fəaliyyətdə olmuş bir neçə əməkdaşlarla biz söhbətlərimiz olmuşdu. Biri də sizin müəlliminiz olub. Bəli. Başqa bir yerdə müsahibənizdə demişsiniz. O Heydər Əliyev haqqında onların fikri göstərir ki, Moskva artıq belə bir kadrın belə deyim, qabiliyyəti qarşısında onlar fikirləşirdilər ki, bəli, belə bir kadr lazımdır bu orqana və bu kadrı da gələcəkdə biz Moskvanın maraqları üçün istifadə edə bilərik. Lakin Heydər Əliyev dahili ondan ibarət idi ki, Heydər Əliyev qısa bir zamanda gəlib kəşfiyyat fəaliyyəti qurumuna rəhbər təyin etdikdən sonra Heydər Əliyev bu fəaliyyəti təhlil edir və təbii ki, Moskva birbaşa etiraz notası göndərə bilməzdi. Çünki artıq o hərbi qurumdur, bilirsiniz, o orqandan xaric oluna bilər. Və bildiyiniz kimi o dövrdə ən çox belə bir məsələ var idi. Antisovetskiy agitasiya propaganda deyilən bir cinayət məcəlləsində, yəni statya var idi, maddə var idi. Ən çox da bu yerli müttəfiq respublikalarında, belə deyək ki də, kommunist ideologiyasına zidd olan fikirləri səsləndirən adamlar repressiyaya məruz qalırdı. Amma müəllim, mən istəyirəm o repressiyalara qədər biz Heydər Əliyevin əleyhinə səsləndirilən bir neçə iddianı gəlin burada çürüdək. Qara güruhun, bu adamlara sadəcə qara güruh demək olar. Qara güruhun səsləndirdiyi tənqidlərdən biri ondan ibarətdir ki, Ulu Öndər də KKB əməkdaşları kimi bu qurumda fəaliyyət göstərib, bu qurumun da əsas funksiyası Azərbaycanlılara qarşı repressiya olub. Amma siz bayaq da qeyd elədiniz, biz də tarixdən bilirik, Heydər Əliyev DTK-nın əks kəşfiyyat qrupunun rəhbəri olub. Yəni əks kəşfiyyat bölməsinin rəhbəri olub. İndi əvvəlcə gəlin buradan başlayaq. Bu əks kəşfiyyat qrupunun əsas fəaliyyət istiqaməti ölkə daxilində dissidentlərə repressiya idi, yoxsa
Azərbaycanın və o dövrdə təbii ki, SSR-nin xarici ölkələrdəki kəşfiyyat fəaliyyətlərinin icrası idi. Bəli, o əks kəşfiyyat fəaliyyəti sırf Azərbaycana görə qarşı, yəni SSR-yə qarşı, yəni o cümlənin Azərbaycana qarşı yönəlmiş təhdidlərin qarşısını almaq idi. Bəli, əlbəttə ki, Azərbaycan daxilində də pozulu fəaliyyət həyata keçirmək üçün çox böyük maraqlı olan ölkələr var idi. Heydər Əliyevin ilk fəaliyyəti, ilk dövrdəki fəaliyyəti bundan ibarət olmuşdur. Lakin qısa zaman ərzində bildiyiniz kimi Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini təyin olmuşdur. Heydər Əliyev həmin dövrdə Moskvanın verdiyi o repressiv tapşırıqlara zidd olaraq təbii ki, açıq formada etiraz edə bilməzdi. Lakin Heydər Əliyev burada çox ağıllı bir addım atmışdı ki, biz həmin dissidentlərlə profilaktik söhbət apararaq onları belə deyək, dırnaqarası haqq yoluna gətirə bilərik. Əgər biz onları repressiya məruz qoysaq, bu dövlət heç bir xeyir gətirməyəcək. Onlar daha da, belə deyək, daha da aqressivləşəcəkdir. Və təbii ki, ictimaiyyətdə bu o qədər də yaxşı səslənməyəcəkdir. Buna görə Heydər Əliyev həmin adamlarla özü şəxsən və milliyyətcə Azərbaycanlı olan, milli ruhu olan Azərbaycanlılarla həmən ziyalılarla söhbət aparır. Məsələn, Bəxtiyar Vahabzadə. Tamam doğru. Bəli, Bəxtiyar Vahabzadə, o Bəxtiyar Vahabzadə Gülüstan poemasını yazanda Heydər Əliyev o öz xatirələrində də onu qeyd edir. Hətta Bəxtiyar müəllim də öz xatirəsində qeyd edir ki, Heydər Əliyev deyir ki, mən onu söhbət aparıb, profil söhbət aparıb başa salacağam. Və söhbət əsnasında təbii ki, onlarla bu söhbəti artıq Heydər Əliyev tərəfindən bu orqanlara mümkün qədər qəbul olunmuş milliyyətcə Azərbaycanlı olan, Azərbaycan ruhu olan, Azərbaycan şüuru olan, Azərbaycançılıq şüuru olan əməkdaşlar qəbul olunurdu. Heydər Əliyevin böyüklüyü ondaydı ki, artıq bu quruma artıq Azərbaycanlılar daxil olmağa başlamışdı. Hansı ki, o gələn ərəfədə orada sadəcə əsas üstünlük etnik mənsubiyyəti Azərbaycanlı olmayanlardır. Ən çox erməni milləti və digər Yahudilər, Yahudilər, Ruslar və digər millətlərdən ibarət idi. Sualımın cavabını müəyyən mənada aldım. Rəhmətli Ulu Öndər Dövlət Təhlükəsizlik Komitəsini müxtəlif siyasi manevrlər vasitəsilə milliləşdirə bilmişdi. Tamamilə doğru. O öz böyük zəkası ilə təbii yenə təkrar edirəm ki, birbaşa o serinin apardığı siyasətə əks çıxa bilməzdi o. O elə bir manevr edirdi ki, artıq onun qarşısında aciz qalırdılar. O deyirdi ki, Azərbaycan Milli Respublikadır. Əhalinin əksər hissəsini Azərbaycanlılar təşkil edir. Təbii ki, bu orqanda da Azərbaycanlılar işləməlidir. O onların hüquqlarıdır. Və Heydər Əliyevin rəhbərliyi altında bu quruma kifayət qədər Azərbaycanlılar qəbul olunmuşdur. Və həmin dövrə qədər ora qəbul olunan Azərbaycanlılar isə millətcə Azərbaycanlı olsa da ruhən Azərbaycanlı olmamışdı. Ona görə Heydər Əliyev orada belə deyək ki, dırnaqarası bir təmizlik fəaliyyəti həyata keçirmişdi. Və həmin o baş qaldıran belə deyək dissidentlərlə profilaktik söhbət apararaq çox böyük bir ağıllı manevr edərək onları repressiyadan qurtarmışdı. İstəyirəm bu yerdə keçək sizə. Çünki Ulu Öndərin xidmətləri nəticəsində Dövlət Təhlükəsizlik Komitəsinə daxil olan milli şüurlu Azərbaycanlılardan biri də şəxsən elə siz özünüz oldunuz. Necə oldu ki, siz Tovuzdan çıxma bir yeniyetmə gəldi, Dövlət Təhlükəsizlik Komitəsində işə düzəldi. Bu həyat hekayəsini çox qısa xahiş edirəm, izah eləyərdiniz. Amma mənim üçün ən maraqlı cəhət ondan ibarətdir ki, sizə o şərait necə yaradıldı? O təklif necə gəldi sizə? Mən sizə qeyd edim ki, mən Tovuz rayonunda Dağ kəndində, Sartal alınan bir kənddə orta məktəbi əla qiymətlərlə bitirdim və sənədlərimi o vaxtlar Moskva Heydər Əliyevin sayəsi nəticəsində Moskva Azərbaycana müəyyən qədər kvotalar ayırdılar. Tələbələri oxutmağa göndərmək üçün. Mən sənədlərimi İnşaat Mühəndisləri İnstitutunda
təqdim elədim və Moskva Nəqliyyat Mühəndislər, Dəmir Yolu Nəqliyyat Mühəndisləri İnstitutuna yüksək balla əla qiymətlə daxil oldum. İnstitutu bitirdikdən sonra mən Azərbaycana qayıdaraq dəmir yolunda fəaliyyətə başladım və dəmir yolunda fəaliyyət göstərdiyim müddətdə artıq o dövrdə Heydər Əliyev Moskvada siyasi büroda fəaliyyət göstərir. Təqribən neçənci il idi baxın? 83-cü il. 83-cü il. Və təbii ki, mənim üçün Heydər Əliyev çox dahi mənim həyatımda, mən keçən dəfəki söhbətimizdə mən sizə məlumat verdim. Heydər Əliyev mənim həyatımda çox mühüm rol oynamışdır. Nəinki sizin, hətta demək olar ki, bütün ailənizin. Bəli. Demək, instituta daxil olmağımdan, institutu bitirməyim və işlə təmin olmağım demək olar ki, ancaq Heydər Əliyevin, belə deyim ki, o rəhbərlik altında olmuşdur. Yəni, onun sayəsində mən buna nail olmuşdum. Və təbii ki, mən dəmir yol nəqliyyatında fəaliyyət göstərdiyim müddətdə Heydər Əliyevin həyatla maraqlanırdım. O vaxt bilirsiniz ki, informasiya çox qıt formada olurdu. Yalnız televizordan və Pravda, İzvestiya adlanan qəzetlər vardı. Orada müəyyən məlumatlar olurdu. Sonra elə həyat elə gətirdi ki, mən institutu bitirdikdən sonra artıq 87-ci ildə Heydər Əliyev bilirsiniz ki, Qarabağın apardığı siyasətə kəskin surətdə etiraz etdiyinə görə siyasi bürodan uzaqlaşdırıldı. Və mənə açığını deyim ki, çox böyük bu mənəvi bir təsir göstərdi. Mən təbii ki, Heydər Əliyev artıq siyasi bürodan uzaqlaşdırıldıqdan sonra onun, belə deyim, öz ətrafımda müxtəlif emosional çıxışlar eləyir, öz fikrimi bildirirdim ki, axı belə bir dahi insanın Qarbaçovu tənqid edirdiniz. Ağsaqqalla nə işi var bunun? Bəli, belə bir dahi insanın uzaqlaşdırılma səbəbi, onun xəstəlik, güya xəstəlik səbəbindən istefa vermə səbəbi. Təbii ki, mən bunların hamısının yanlış olduğunu bildirirdim. Və günlərin bir günü məni o vaxt məxfi şöbə adlanan bir şöbəyə dəvət etdilər. Həmin o dəmir yolu idarəsində. Bəli, dəmir yolu idarəsində. Orada birinci şöbə adlanırdı, o məxfi şöbə. Onun rəhbəri milliyyətcə rus idi. Gördüm, bir nəfər də əyləşib. Mən dəmir yolu idarəsində o kolleg iclaslar olurdu. Orada bir nəfər də rəhbər heyətinin içərisində var idi. Mən gördüm, o Allahyarov adlanan bir şəxs, o da orada iştirak edir. Və mən həmin kollegiya iclasına iştirak edən zaman hiss edirdim ki... Bu kollegiya iclası sizi işdən çıxarmaq üçün yaranmışdı? Yoxsa sizi tənbih eləmək üçün? Yox, o dəmir yolunda olurdu, mən də orada iştirak edirdim. Gördüm ki, həmin şəxs də orada iştirak edir və mən müstəmadi olaraq görürdüm ki, digər əməkdaşlar, digər rəhbər işçilər həmin şəxslər həmişə ehtiyatla davranırlar. Yolçuyev idi? Yox, Allahyarov. Allahyarov İbrahim Zeynaloviç. Və mən sözün doğru çox biraz təəccübləndim ki, artıq mən anladım ki, mən belə deyək ki... Həmən o Allahyarov... Tənbih üçün dəvət ediblər bura. Və sonradan kabinetə partiya təşkilatının rəhbəri də daxil oldu. O da millətçi rusu idi. Və mən artıq hər şeyə hazır idim. Və anladım ki, burada mən tənbih olunacağım, hətta işdən də qovula bilərəm. Təbii ki, mənlə çox ciddi söhbətlər aparıldı. Səbəbi, nə üçün sən siyasi bürodan uzaqlaşdın, bir şəxs haqqında öz fikirlərimi açıq bir formada belə nətər deyim, dilə gətirirsən, siyasi rəhbəri niyə tənqid sən edirsən? kimsən, belə çox ciddi surətdə mənə iradlar tutuldu. Mən taleyimlə razılaşmışdım. Dedim, mən öz həyat fəaliyyətimi danışdım ki, mən necə Ulu Öndər tərəfindən Moskvaya göndərilmişəm, necə orada təhsil almışam, necə işlə təmin olunmuşam. Hətta orada mən bildirdim ki, mən institutu bitirib gəldikdən sonra məni işlə təmin etmirdilər. Səbəbi o idi ki, məndən müxtəlif formada bürokratik bariyerlər yaradılar, məni işlə təmin etmirdilər. Və sonradan isə Heydər Əliyev o Moskvaya və digər şəhərlərə göndərdiyi tələbələrin siyasını Qosplan adlanan, yəni plan komitəsinə təqdim edib və illik hesabat təqdim etdiyi səbəbdən araşdırıblar ki, mən orada işlə təmin olunmamışam. Həmən səbəbə görə mən işlə təmin olunmuşam. İndi mən bu adamı müdafiə eləməyim. Heydər Əliyev olmasaydı, demək mən işsiz qalacaqdım.
Nəinki institutu bitirməyimə baxmayaraq, Moskva o dövr üçün Moskva Nəqliyyat Dəmir Yolu İnstitutu demək olar ki, 1 nömrəli institutuydu. Mən belə də qeyd elədim, mən 1 nömrəli Dəmir Yolu İnstitutu bitirməyimə baxmayaraq, işlə təmin olunmurdu. Və heç bir, hətta üzümü tutdum mən Allah yarova ki, siz də həmən oradaydınız. Dəfələrlə mən rəhbərlik qarşısında məsələ qaldım. Mən heç kəs bildirmir, heç fikir bildirmir. Lakin indi mənim həyatımda belə bir mühüm olmuş, belə bir daha insan haqqında fikrimi bildirdiyimə görə mənim günahım nədir? Neynəmək istəyirsiniz? Məni məsuliyyətə cəlb edəcəksiniz. Mən çox kəskin bir formada öz fikrimi bildirdim. Mənə deyirlər, azadsan, gedərsən. Getdim, artıq mən o dövrdə artıq Plan İqtisad Şöbəsinin rəis müavini vəzifəsində fəaliyyət göstərirdim. Bu böyük bir aparıcı şöbə idi. Mən artıq başa düşdüm ki, mən talihim həll olunub yaxın günlərdə, yəni ki, mən işdən azad olma haqqında əmrim olacaq. Və həmin qadın həyat yoldaşı Milliyyətcə Azərbaycanlı idi. Amma özü Rusuydu. Yox. Qadın özü Rusuydu. Hə, özü Rusuydu, Rusuydu, yoldaşı Azərbaycanlı. Amma yoldaşı Azərbaycanlı idi. Və Heydər Əliyev o siyasi hakimiyyəti olduğu dövrdə o yüksək vəzifələrdə işləmişdi. Lakin Heydər Əliyev siyasi hakimiyyəti uzaqlaşdırıldıqdan sonra onu Heydər Əliyevçi kimi vəzifədən kənarlaşdırmışdılar. Və təbii ki, biz onunla mütəmadi olaraq bu barədə fikir mübadiləsi aparırdıq. Bu, belə deyək ki, insidentdən sonra mənim kabinetə daxil oldu. Mənə biraz ürək dirək verdi. Dedi ki, nahar fasiləsində biz çıxaq. İdarənin həyətində park vardı, orada biraz gəzişək. O mənə dedi ki, mən fəxr edirəm ki, belə bir Azərbaycanlı kadr var. Halal olsun sənə ki, belə çəkinmədən öz fikirlərini bildirmişsən və iradlarını bildirmişsən. Dedim, mən neynəmişəm? Mən belə bir daha insan haqqında fikir yürütmüşəm, düzgün eləməyiblər. Bu insan xəstələnə bilməzdi. O mənə dedi ki, hər şey yaxşı olar, darıxma. Mən artıq dedim, mən talihimlə razılaşmışam. Nə olar olur? Əgər Heydər Əliyev kimi şəxsiyyət vəzifədən kənarlaşır, mən kiməm ki? Qoy məni də çıxarsınlar, mən də gedib uzaqbaş fəhləli ilə məşğul olaram da. Fəhləli ilə məşğul olub yaşayacağım da, ölməyəcəm ki. Təqribən 2-3 gün keçdi, mən təkrar həmən qadın məxfi şöbəyə dəvət etdi. Mən sözünüzü getmək istəmirdim, kəşki, aydındır da. İkinci dəfə mənə müraciət elər ki, siz bu şöbəyə gəlməlisiniz. Dedim, mənim əmrim hazırdırsa da, mənə nə ihtiyac var ki, mən əmrim verin, çıxım gedim də. Qadın gördüm, biraz başqa notla danışdı mənimlə ki, nə əmr? Xahiş edirəm, qalxarsınız. Mən 3-cü mərtəbədə oturum, 4-cü mərtəbədə. Mən getdim, gördüm bu dəfəki qəbul, ab-hava biraz başqa cürdür. Qadın özü başladı biraz kabinetdə biraz necə deyim, ora-buralara baxmağa. Onun başqa bir istirahət otağı vardı. Dedi, zəhmət olun, keçək o otaqda söhbət eləyək. Mən sözünüz o dövr KQB haqqında Dövlət Təhlükəsizlik Komitəsində o qədər anlayışım yox idi. Keçdiyi otağa qadın məndən daha radikal formada başladı o vaxtki Komünist Partiyasının rəhbərliyini tənqid etməyə, xüsusilə Qarabağ tənqid etməyə və Heydər Əliyev haqqında çox xoş sözlər ifadə işlətməyə başladı. Və sözünüzü biraz belə təəccüblü gəldi ki, qadın dedi ki, mən sənə deyirəm ki, sən çıxdıqdan sonra biz hər üçümüz səni alqışladıq. Bizim üçümüz də ikimizin milliyyətcə Rus olmasına baxmayaraq, bizim qəlbimiz də, həyatımız Heydər Əliyevə bağlıdır. Bizim ona çox böyük hörmətimiz var. Təbii ki, biz kimik ki, Heydər Əliyev haqqında nəsə fikrimi yürüdək. Otur, öz tərcümə halım və anket məlumatlarını mənə bir anket blankı verdi ki, bunu doldur. Mən oturdum, tərcümə halımı yazdım, anketi təqdim elədim. Bukvalni bir həftə keçdi, mən təkrarən yenə həmin qadın dəvət elədi. Gördüm, həmən məni birinci dəfə tənbih eləyən, mənə çox böyük iradlar bildirən Allahverov yenə burada iştirak edir. O artıq mənimlə, o da mənə dedi ki, biz həmin o istirahət otağına keçək, orada söhbət eləyək. O da mənimlə tamam başqa ruhda söhbət apardı.
Mən anladım ki, bunun xidmət otağında yəqin ki, gizli kameralar var. Bu hansı bir formulsa nəzarət olunur. Orada söhbət başqa tonda gedir, amma bu birisi kabinetdə isə söhbət tamamilə başqa tonda gedir. Və mənim belə deyək ki, Dövlət Təhlükəsizlik Komitəsinin ilk addımlarım buradan başladı. Bəs müəllim, neçənci ildə DTK-da işə başladınız və rütbəniz nə idi? Leytenant kimi başladınız? Mən 87-ci ildə göndərildim Minskə. O vaxt Minsk şəhərində ali kurslar dedilər. Vışşı kurs KGB SSR adlanan qurum var idi. Oraya göndərildim. Və orada təbii ki, biz yenidən imtahanlar verdik. O maraqlıdır. Məsələn, SSR dövründə Dövlət Təhlükəsizlik Komitəsinin namizədi, əməkdaşlığa namizəd olan bir şəxs necə yetişdirilirdi? Məsələn, siz dediniz, məndən imtahan götürdülər. Hansı fiziki tərbiyədən keçib? Yəqin ki, onlar artıq sir deyil. Yəni, yox, əlbəttə. Mən sizə deyim, nə təlimlər var idi, nələr öyrədirdilər? Birinci ilk növbədə fiziki sağlamlıq birinci. Orada sonra test imtahanları. Mən sizə deyim ki, mən bir il müddətində bəlkə də minlərlə test imtahanlarından keçmişəm. O nə testlər idi? Mən sizə deyim ki, istər riyazi biliklər, istər işlədiyin sahəsində biliklər, sonra dünyada gedən ictimai-siyasi proseslər, onların Azərbaycanda SSR-yə, xüsusilə Azərbaycana da, Azərbaycan aid hissələri var ki, Azərbaycan təsir mexanizmləri, ondan sonra qonşu bizim o vaxt SSR ilə, Azərbaycanla yox, SSR ilə qonşu dövlətlər, ölkələrdə gedən siyasi proseslər, çox böyük mən sizə deyim ki, bəlkə də minlərlə suallar var idi. Və orada ən bir vacib məsələ ondan ibarət idi ki, o suallarda tam səmimiyyət yoxlanılırdı. Həyati suallar, elementar mən sizə belə bir deyim ki, məsələ, bugün kimi yadımdadır, belə bir sual var ki, siz küçəli hərəkət edərkən qəşəng bir cavan xanım sizlə qarşı-qarşıya gəlir, sizin hərəkətiniz. Orada suallar var. Mən üzümü çevirəcəm, başımı aşağı salacağım. Üçüncü sual isə gözün içinə baxıb dərindən bir ah çevirəcəm. Mən götürüm üçüncü variantı yazdım. Çünki bu digər fəaliyyətlər sizə qarşı şübhə yaradar. Çünki bu mümkün deyil. Və orada bizim o imtahanı götürən psixologiya müəllimi var idi. O mənə sual verdi ki, demək olar ki, bizim dəvət etdiyimiz o namizədlərdən 95% bu suala düzgün cavab verməmişdi. Deməli, onlar çaşdırmaq üçün sual verir, səmimiyyəti yoxdur. Səmimiyyəti, səbəbi. Mən dedim ki, yadımdadır, Rus qadın idi. Dedim, xanım, siz qəşəng bir buket gül bağışlayırlar. Siz o gülə baxanda yolunuzu hansı tərəfə çevirirsiniz? Dedi, yox. Dedim, bəs Allah Teala yaratdığı gözəl qadındır. Onu necə baxıb? Mən səbəbi nə olur? Mən demək xəstə olmalıyam da. Nəsə səbəb olmalıdır. Mən ya tanıdığım insan olmalıdır. Onun nəsə nifrət olmalıdır ki. Və demək olar ki, o namizədlərdən ən düzgün cavabı mən vermişdim. Bu fiziki tərbiyə deyirsiniz. Məsələn, hansı məşqləri keçirdilər idman növlərindən? Yəni ən çox döyüş növlərini keçirdilər. Yəni çünki Azərbaycan insanda belə bir təəssürat yaranır ki, o dövrdə KGB ilə kimisə qaçıb tutub döyməkdən ibarət idi. Amma yəqin ki, tamamilə yanlış bir fikirdir. Mən sizə deyim, yox. Birinci burada fiziki sağlam, fiziki normativlər var. Yəni qaçışdır, turnikdir, üzgüçülükdür, bunlar var. Yəni qəbul olunana qədər həmin normativləri verməlisən. Yəni biz artıq ali kursa gedəndə ilk növbədə normativləri keçdik. Sonra sağlamlıq məsələlər bütün hamısı keçilməlidir. Yəni demək olar ki, başdan ayağa qədər bütün orqanizm tam 100% sağlam olmalıdır. Yəni orada xırdaca bir detal oldu, artıq o qəbul olunmur. Ondan sonra biz artıq deyim ki, təhsil müddətində təbii ki, deyirlər ki, Rukopashni boyu necədir? Əlbəyaxı döyüş növü ilə mütləq biz həftədə 3 dəfə məşq eləyirdik.
üzgüçülük normativi mütləq qaydada verməli idi. Sonra psixoloji hazırlıq, müxtəlif psixoloji, belə deyim, emosional vəziyyət yaradılırdı ki, sən o emosional vəziyyətdə özünü aparma qaydası. Mən sizə deyim ki, izləmə. Mən sizə deyim ki, o bəlkə də o